Salamlar, hər birinizi bir daha xoş gördüm kanalımda. Əziz izləyicilərim, daimi abunəçilərim, hələ də abunə olmayanlar var. Mən həqiqətən təəssüf hissi duyuram ki, niyə kanalımı izləyir, sevir, amma mənə hələ də abunə olmur. Yenə də təbii ki, öz məsləhətiniz. Bugün salamlarımı göndərəcəm Fərid Nəzirli, Amin Talış, görün nə maraqlı adı soyadı, Gülsüm Məmmədəliyeva, Sadiqi Bahnu Çiçək, Nuray Abdurrahmanova, salamlar hər birinizə. Bugünləri dərs aramız az olduğu üçün mən düşünürəm, ona görə biraz siyahıda az adam qeyd etmişəm. Amma hər birinə salamlarımı göndərirəm. Bilirəm ki, sizlər mənim üçün dəyərlisiniz. İnanıram ki, mən də sizin üçün həmin o sevgini yarada bilmişəm qəlbinizdə. Hər birinizi salamlayıram, hər birinizə uğurlar arzulayıram. Gəlin dərsimizə keçək. Bugünkü gözəl dərsimiz havanın temperaturu necə dəyişir. Ötən dərsimizdə hava nə edilmiş, hava şəraiti nədir? Bu haqqda danışdıq. Hava hər an dəyişə bilir. Atmosferin aşağı qatında müəyyən vaxt ərzində dəyişkən ola bilər. Yəni temperatur arta, azala, yağış yağa bilər, yağmaya bilər. Yağıntının növləri fərqlidir təbii ki. Bunların hər birinin baş verməsi üçün yəni daxil olan hava kütlələri, iqlim dəyişiklikləri hər biri kömək edə bilər. Havanın temperaturu necə dəyişir? Bugünkü mövzumuz isə bu olacaq. Dərsimizin davamı olaraq gedir. Burada deməli nədən bəhs edir? Günəşdən gələn şüalar şəffaf hava təbəqəsindən keçərək əvvəlcə yer səthini qızdırır. Səthə düşən enerjinin bir qismi təkrar atmosferə qayıdır. Yəni günəşdən gələn bütün şüalar şəffaf şüa. Yəni şüa atmosfer şəffafdır, bəli. O təbəqədən keçir. Amma havanı ilk öncə həmin günəş enerjisi qızdırırmı? Xeyr. Günəş enerjisi ilk öncə yer səthini qızdırır. Qızmış yer səthi də qalxıb havanı qızdırır, düşünün. Səthə düşən enerjinin bir qismi təkrar atmosferə qayıdır. Yəni əksi olunur uşaqlar. Qızmış səth soymağa başlayır və ayrılan istilik havanı aşağıdan yuxarıya doğru qızdırır. Bu da havanın temperaturunu əmələ gətirir. Bir daha təkrar edirik. Günəş yer səthini qızdırır. Yer səthinə düşən enerjinin bir qismi atmosferə təkrar qayıdır və yaxud da əksi olunan radiasiya, ümumi radiasiya, udulanan radiasiya gələcəkdə bunlarla tanış olacağıq. Həmin yer səthi, qızmış yer səthi də istilik ayrılaraq yenidən havanı qızdırır, atmosferi qızdırır. Hava bilirik ki, şəffafdır. Temperatur termometr cihazı ilə ölçülür. Bunu bilirəm ki, əminəm ki, hər birimiz bilirik. Temperaturun ölçü vahidi kimi Selsi və ya Farenheitdən istifadə olunur. Biz adətən Selsidən istifadə edirik. Amma bəzi Avropa ölkələri Selsi yox, Farenheitdən istifadə edir. Onun da, yəni Selsidən Farenheitə getmə üsulu var. Buna necə getmək lazımdır? Məsələn, Selsidən Farenheitə getmək istəyiriksə, məsələn 50 dərəcədirsə, 50 dərəcəni 1,8-ə vurub üzərinə 32 gəlirik. Bunları gələcəkdə inşallah öyrənəcəyik. Bilirəm ki, riyaziyyat dərsində də bundan keçmisiniz. Deməli, buradan baxaq görək. Günəş enerjisinin yer səthində üfüqi və şaquli istiqamət üzrə paylanması temperatura təsir edən əsas amillərdir. Yəni, günəş yer səthini enlik üzrə. Enlik deyəndə uşaqlar ekvatordan qütblərə doğru və şaquli istiqamətdə də dağın ətəyindən zirvəsinə doğru nəzərdə tutulur. Bu temperatura təsir edən əsas amillərdir. Ekvatordan qütblərə doğru getdikcə günəş şüalarının düşmə bucağı kiçilir. Yəni, qütblər nəyə görə hər zaman soyuqdur? Çünki günəş şüaları ora kiçik bucağına düşür. Ərazi buz kimidir, ona görə də ağ səth üzərində də əks olunan radiasiya olur və nəticədə yer səthi enlikləri üzrə qeyri-bərabər qızır. Şaquli istiqamətdə isə, şaquli deyəndə uşaqlar, yer səthindən yuxarıya doğru qalxdıqca temperatur hər 100 metrdə 0,6 dərəcə dəyişir və yaxud da hər 1 kilometrə 6 dərəcə temperatur aşağı düşür uşaqlar. Hava tədricən soyuyur. Bunun səbəbi havanın yer səthinin qızdırmasıdır. Yer səthindən qızmasıdır. Yəni yerə nə qədər yaxındırsa o hava daha çox qızacaq. Yuxarı qatlara qalxdıqca yer səthindən, məsəl üçün belə bir sual verilə bilər ki, niyə görə dağın başı günəşə yaxın olduğu halda daha soyuqdur? Çünki hava şəffafdır. Bayaq dediyimiz kimi ilk öncə yer səthini qızdıracaq. Qızmış yer səthi havanı qızdıracaq. Yer səthinin nə qədər yaxındırsa hava orada daha çox temperatur artıq olacaq. Yuxarıya doğru getdikcə temperatur azalacaq. Həm də hava seyrəkdir. Hava yuxarı qatlarda artıq istilik saxlama qabiliyyətini itirir. Yəni seyrək olduğu üçün daha az qızır. Deməli, belə bir qayda ilə də tanış olduq. Hər 100 metrdə təqribən 0,6 dərəcə aşağı düşəcəkdir. Səbəb nə oldu? Yer səthinin qızması, ilk öncə yer səthinin qızması, sonra havanın qızmasıdır uşaqlar. Bu da günlük temperatur qrafikidir. Bu nə deməkdir uşaqlar? Sutka ərzində, yəni ən yüksək və ən aşağı temperaturu biz buradan görə bilirik ki, sutka ərzində ən aşağı temperatur səhər gün çıxmazdan 10-15 dəqiqə, 20 dəqiqə öncədir. Amma ən isti temperatur isə günortadan 2 saat sonra, 2-3 saat sonra müşahidə edilir. Bax, burada görə bilərik. Yenidən temperatur azalacaq. Deməli, günortaya qədər qalxır, günortadan sonra yenidən temperatur aşağı düşür. Gecə və gündüzün növbələşməsi nəticəsində gün ərzində temperaturun dəyişməsi müşahidə olunur. Açıq hava şəraitində günün ən aşağı temperaturu günəş çıxmazdan az əvvəl, ən yüksək temperatur isə günortadan 2-3 saat sonra müşahidə olunur.
Gün ərzində ölçülən temperaturlar cəmini müşahidələrin sayına bölməklə orta sutkalıq gün ərzində ölçülən temperaturların cəmini müşahidələrin sayını bölməklə orta sutkalıq temperatur müəyyən edilir. Yəni 8 dəfə ölçmə işləri aparmışıqsa hər 3 saatdan bir, biz o temperaturları uşaqlar 3 dəfə, daha doğrusu 8 dəfə ölçdüyümüz o temperaturları toplayıb, necə ki ədədi orta tapılmır sayına bölməklə. Biz də ədədi ortasını tapacağıq. Yəni 8 dəfə ölçüləri toplayırıq və 8-ə də bölürük. Ədədi ortasını tapırıq. Bu da bizim nəyimiz olacaq? Təbii ki, orta sutkalıq və ya da orta günlük temperatur amplitudumuz olacaq. Orta sutkalıq amplitudu belə tapılacaq uşaqlar. Yer kürəsinin illik hərəkət nəticəsində yer səthinin aldığı istilik miqdarı da müxtəlif olur. Yəni gündəlikdən əlavə illik istilik də fərqli olur. Məsəl üçün görürsünüz şəkildə yanvar ayında havanın temperaturuna baxın, iyul ayında fərqli olur. Bunun da səbəbi nədir? Yerin günəş ətrafında hərəkəti, meyilli hərəkəti. Şimal yarımkürəsində ən aşağı temperatur yanvarda, ən yüksək temperatur isə iyulda müşahidə edilir. Bir ay ərzində orta sutkalıq temperaturların cəmini ayın günlərinin sayına bölməklə uşaqlar orta aylıq temperatur müəyyən edilir. Deməli, bir şey deyim sizə ki, deməli biz bilirik ki, yay iyunda daxil olur yer kürəsi, şimal yarımkürəsinə, qış isə fevral ayı, dekabr ayında. Amma görürsünüz, ən isti temperatur iyun ayında yox, iyul ayında, orta ayda müşahidə edilir. Və ya da soyuq ay, dekabr, yəni qış gün dönümü, yəni qış şimal yarımkürəsinə gələn kimi yox. İkinci ayda, qışın ikinci ayında müşahidə edilir. Baxın, yanvar ayı şimal yarımkürəsində ən aşağı temperaturdur, ən yüksək isə iyul ayında müşahidə edilir. Bəs yaxşı, orta sutkalıq temperaturların cəmini biz bildik ki, orta sutkalıq amplitudu tapmaq üçün topladıq müşahidələrin sayına böldük, temperaturları topladıq müşahidələrin sayına böldük. Bəs yaxşı, biz orta aylığı necə tapacağıq? Bu zaman bir ay ərzində orta sutkalıq temperaturları toplayaraq uşaqlar ayın saylarına, yəni günlərin sayına bölməklə tutaq ki, 30 gündürsə, 30-a bölməklə orta sutkalıq, orta aylıq temperatur amplitudunu tapmaq mümkündür uşaqlar. Bir daha deyim sizə, günlük deyəndə 1, 2, 3, 4, 5, 6, 7, 8 dəfə tutaq ki, ölçmə işləri tapılıbdır. Birində 5 dərəcə olsun, 10 olsun, 7 olsun, 8, nə bilim, 3, belə-belə. Və biz bunları toplayandan sonra 8-ə böləcəyik. Aylıq da bunun kimi uşaqlar. Bu aylıq hər bir orta sutkalıq amplitudu tapdıqdan sonra biz orta sutkalıq amplitudları toplayıb 30-a və ya 31-ə böləcəyik ayın günlərindən asılı olaraq. Burada isə deməli, orta sutkalıq amplituduna malik ərazilər, məsəl üçün deyək ki, 60 dərəcəli enlikdə, 80 dərəcəli enlikdə paralellərdən söhbət gedir. Bu paralellərdə temperaturu qələmimi götürə bilmirəm. Yenə. Hani yuxarıda qaldı. Bunu başa salmaq istəyirəmsə, gördüyünüz kimi burada temperaturlar mənfi olarsa mavi xətlə göstərilir. Yəni bu xətt üzrə hansı istiqamətə getsək, biz mənfi 10 dərəcə orta sutkalıq amplituda təyin edə bilərik və yaxud aylıq amplituda təyin edə bilərik. Bu aylıqdır təbii ki. Burada məsəl üçün baxın, həmin xətt üzrə 20 dərəcədə baxın, orta illik hətta, orta illik amplitudadır. Baxın, deməli bu şəkildə biz orta illik amplitudları müşahidə edə bilirik. Bax, burada bu xətt üzrə, məsəl üçün, orta illik amplituda təxminən, yəni 30 dərəcəli paraleldir bura. 30 dərəcə paraleldə təxminən 20 dərəcə müşahidə edilir. İl ərzində orta illik temperatur amplitudu aşağı düşmür, 20 dərəcə civarında dəyişir. Burada məsəl üçün 20 dərəcə paraleldə isə 20 dərəcə cənub enliyində hardasa 30 dərəcə temperatur, 25 dərəcə temperatur amplitudu müşahidə edilir uşaqlar. Yəni bu orta illik temperaturların, orta sutkalıq temperaturların və yaxud da ki, orta günlük, daha doğrusu aylıq temperaturları necə tapdıq? Bunun eyni üsulla da illiyi də tapırıq. Yəni həmçinin bax burada gördüyünüz kimi hər bir paralel üzrə orta illik amplitudalar müşahidə edilir. Bunlara deyilir izotermlər. Yəni eyni temperatura malik nöqtələri birləşdirən xəttlərə izotermlər deyilir. Bəli, burada da qeyd olunubdur xəritələrdə eyni temperatura malik nöqtələri birləşdirən xəttlər izotermlər adlanır. Təzyiqli olanda izobar olacaq uşaqlar. İllik izotermlər vasitəsilə yer səthində temperaturun necə paylandığını müəyyən etmək mümkündür. Temperaturun yer səthində qeyri-bərabər paylanması küləklərin yaranmasına mühüm rol oynayır. Yəni yer kürəsinin qeyri-bərabər isinməsində təzyiq fərqi yaranır. Buna görə də küləklərin yaranması baş verir. Küləklərin yaranmasında mühüm rol oynayır temperaturun qeyri-bərabər paylanması. O zaman külək yaranır təbii ki. Bu da Ağstafa rayonunda orta aylıq temperatur cədvəlini görə bilirik uşaqlar. Yanvar ayında 1,4 dərəcə orta olaraq, fevralda 3,8. Buradan müşahidə nə eləyə bilərik? Ən isti, ən soyuq ayını görə bilərik. Gəlin özümüzdə təyin eləyək. Gördüyünüz kimi ən isti ay iyul ayındadır. Ən soyuq ay nə vaxtdır? Təbii ki, yanvar ayında. Çünki Ağstafa Azərbaycanın şimal yarımkürəsində yerləşir. Şimalda yerləşdiyimiz üçün də bizim bayaq dediyimiz kimi ən isti ayımız iyul ayında, ən soyuq ayımız isə yanvar ayında müşahidə ediləcək. Deməli bu dərsdə
Biz nələri öyrəndik? Əsas önəmli şeylər hansılar idi? Önəmli odur ki, temperatur necə dəyişir? İlk öncə günəş yer səthini qızdırdı, yer səthi havanı qızdırdı. Ona görə də yerə yaxın ərazilər daha çox qızdı. Daha sonra temperaturu ölçülər termometr adlı cihazla bunu da tapdıq. Həm Selsius şkalası, həm Farenheitlə ölçmək mümkündür. Daha sonra temperatur üfüqi və şaquli istiqamətdə dəyişə bilir. Yəni enlik üzrə və uzunluq üzrə, dağın ətəyindən zirvə, yəni hündürlük üzrə, uzunluq demək. Enlik üzrə deyəndə ekvatordan qütblərə doğru, hündürlük üzrə deyəndə dağın ətəyindən zirvəsinə və yaxud da yer səthindən hündürlüyə doğru temperatur dəyişir və günəş şüalarının düşmə bucağı kiçilir ekvatordan qütblərə doğru. Burada isə bir şey öyrəndik ki, əsas məsələ hər 1000 metrdə temperatur 0,6 dərəcə aşağı düşür. Daha sonra burada nəyə müşahidə elədik, nəyə baxdıq? Orta illik və yaxud da orta sutkalıq amplituda tanış olduq. Günlük temperatur amplitudu qrafikinə baxdıq. Buna əsasən orta sutkalıq amplituda da çıxara bildik. Həm də sutka ərzində ən aşağı və ən yüksək temperaturumuz nə oldu? Ən aşağı temperatur gün çıxmazdan bir neçə dəqiqə əvvəl, sutka ərzində ən yüksək temperatur isə gün ortadan 2-3 saat sonra müşahidə edildi. Bunları da öyrənmiş olduq dərsimizdə. Sonra orta aylıq temperaturu necə tapdıq? Orta sutkalıqları toplayıb ayın sayına böldük, ədədi ortasını tapdıq. Burada da ən isti ay şimal yarımkürəsində iyul ayı, ən soğuk ayın yanvar ayı olduğunu gördük. Eləcə də Astafar rayonunda da bunu müşahidə etdik. Və burada xəritələrdə izoterimlərdir. İzoterimlər eyni temperatura malik nöqtələri birləşdirən əyri xətlərdir də, yəni xətlər izoterimlər adlanır. Belə illik izoterimlərdə tapılması temperaturların necə paylanmasını müşahidə etmək olur. Buna baxmaqla temperatur necə dəyişir, ümumilikdə hansı enliklər daha isti, hansı enliklər daha soyuqdur, bunları görmək olur. Keçək dərsimizin suallarının izahına. Deməli, birinci sualımız A, B şəkillərinə əsasən sualları cavablandırın. Günəş şüalarının enliklər üzrə fərqli olmasının səbəbi nədir? İnanıram ki, dərsinizə diqqətlə qulaq asan şagirdlərimiz mütləq bu sualların cavabını özləri sərbəst şəkildə yaza biləcəklər. Yer kürəsinin formasına asılı olaraq günəş şüalarının düşmə bucağı ekvatordan qütblərə doğru kiçilir. B sualı odur ki, temperaturun enliklər üzrə paylanması yer səthində hava şəraitini necə təsir edir? Günəş şüaları tropik qurşaqda daha böyük bucaqla düşür. Ona görə bu ərazilər isti, qütbdə isə kiçik bucaqdan düşdüyü üçün temperatur aşağı olur. Kitabımızdakı şəkildə bu. Bununla bağlı sualımız olacaq. B şəklində verilən birinci və ikinci məntəqənin temperaturunu tapın və iki məntəqə arasındakı hava şəraitini müqayisə edin. B təsvirinə görə birinci məntəqədə hündürlük 1000 metrdən 1500 metrə qədər artmışdı. Bunun qrafikdə hündürlük intervalının 500 metr arasında olduğunu, bunu təbii ki siz yazmayacaqsınız. Məsəl üçün burada B şəkli buradadır. Gördüyünüz kimi birinci məntəqənin durduğu yer 1500 metr hündürlükdür. İkinci məntəqənin dayandığı yer isə 3500 metr hündürlükdədir. Bax, buna əsasən hesablayacaq biz. Məsəl üçün 1000 metr hündürlükdə 18 dərəcədirsə, 1500 hündürlükdə 1000 ilə 1500 arasında 500 metr interval var. İlk öncə hündürlük fərqi çıxılır. Düşünün, belə bir şeydir. Aşağıdan biraz sərbəst yerdə yazım. Tutaq ki, belə bir şeydir. 1000 metr hündürlük, bir də 1500 metr hündürlük verilibdir. 1500 metri bilmirik, amma 1000 metr hündürlükdə 18 dərəcə temperatur var. İlk öncə biz hündürlük fərqini tapmalıyıq ki, bu məsələni həll etməklə başlayaq. Yəni bizə sual verir ki, 1500 metr hündürlükdə neçə dərəcədir temperatur? İlk öncə 1500-dən 1000-i çıxırıq. Gözəl xəttimlə bunu yazdım. Mən telefonda yazmaqla çətinlik çəkirəm. 500 metr daha doğrusu. Tapdıq. Ondan sonra biz düsturumuz necə idi? Düsturumuza görə hər 100 metrə 0,6 və yaxud da 1000-ə 6 dərəcə yaza bilərsiniz uşaqlar. 1000 metrə 0,6 və yaxud da 1 kilometrə 6 dərəcə götürə bilərsiniz. Deməli 100 metrə 0,6 dərəcə, o zaman 500 metrə nə qədər olacaq? X dərəcə və tənasübümüzü həll edirik. Buradan tənasübümüzə görə deməli fərq olacaq, 3 dərəcə tapacaq buradan və 3 dərəcə 18-dən də 3 dərəcənin çıxmalıyıq ki 15 dərəcə alınsın. Axı yüksəyə doğru getdikcə temperatur aşağı düşəcək. Burada 1000 idi, bura 1500-dür və biz yuxarıya qalxdığımız üçün 18-dən həmin 3-ü çıxırıq, 15 dərəcəni tapırıq. Bu bizim birinci məntəqəmiz. İkinci məntəqədə də yenə həmçinin, ancaq siz məsələni yazacaqsınız uşaqlar. Nəzərinizə çatdırım ki, o sözləri yazmayacaqsınız. Burada isə ikinci məntəqə eyni qayda ilə edə bilərsiniz. Baxın, bayaq tapdıq axı 1500, daha doğrusu 500 metrə 3 dərəcə fərq olur. Bu şəkildə də edə bilərsiniz. Bura ikinci məntəqə 3500-dür. Bundan aşağıda və yaxud da yuxarı ilə də hesablaya bilərsiniz uşaqlar. Sadəcə temperaturu toplayacaqsınız. Deməli, ikinci məntəqə 3500 metr hündürlükdür. Bundan aşağıda 3000 metrdə 6 dərəcə. Düzdürmü? Biz tənasübümüzü yenə ona uyğun quracağıq ki, əgər 3000-də 6 dərəcədirsə, bəs yaxşı 3500 metrdə dağın zirvəsində hündürlük nə qədərdir? Yenə daha doğrusu temperatur nə qədərdir? İlk öncə hündürlük fərqlərini tapacaq, yenə 500-dür. Bayaqki tənasübümüzlə hesablayanda x-imiz 3 dərəcə oldu. O zaman əgər özündən aşağıdakında 6 dərəcədirsə 3 dərəcə çıxacaq, 3 dərəcə tapacaq.
Burada da fikir verirsinizsə, ümumiyyətcə şəkilə fikir versək, 3 dərəcə düşür hər addımda. 3 dərəcə düşür. Səbəb odur ki, hər bir addım 1000 aralarında 1500 daha doğrusu fərq var. Üzr istəyirəm, 500 metr hündürlük fərqi var. Burada da 3 dərəcəni tapırıq. Deməli, ikinci məntəqədə temperatur 3 dərəcə tapdıq. Bu hesablamalara görə də birinci məntəqədə daha isti, ikinci məntəqə isə daha soyuqdur və temperatur sıfıra yaxın olduğu üçün qar yağma ehtimalı da var. Yer səthində temperaturun şaqili paylanması canlı aləmə necə təsir edir? Təbii ki, temperaturun hündürlüyə doğru fərqli paylanması və yaxud da ekvatordan qütblərə doğru paylanması burada canlı aləmə müxtəlifliyə səbəb olur. İsti ərazilərdə, çox isti yerlərdə də heyvanlar aləmi zəif olur, bitki aləmi zəif olur. Çox soyuqda da. Dağətəyi və orta dağlıqda havanın temperaturu isti və ya mülayim olduğundan canlı aləm zəngin, qarlı zirvələrdə isə kasıb olur. Və yaxud da siz ekvatordan qütblərə doğru da bunu deyə bilərsiniz. C qrafikinə görə sualları cavablandırın. Qrafikə görə gün ərzində məntəqədə neçə dəfə müşahidə aparılmışdı? Verilən qrafikə görə məntəqədə 8 dəfə bayaqları hesabladıq. 8 dəfə sutkalıq temperatur ölçülmüşdü və onların sayını toplayıb 8 dəfə müşahidəyə böləcəyik. Maksimum və minimum temperaturlar günün hansı saatlarına müşahidə edilir? Bayaq dediyim kimi, maksimum temperatur harsa gün ortadan 2-3 saat sonra, minimum isə səhər saat 6 təxmini yaza bilərsiniz. Amma yəni gün çıxmazdan 15-20 dəqiqə öncə olur. Qrafik əsasında orta sutkalıq, biz orta sutkalığı da bayaq göstərdim. Bunların hamısını toplayıb sayına böləcək. D şəklində hansı fəsillər müşahidə edilir? Necə fərqlənir? D şəklində qış və yay fəsilləri müşahidə olunmuşdu. Qəşəng şəkil idi, həqiqətən çox xoşuma gəldi. Bir tərəfi qış, bir tərəfi yay fəsli. Bu iki fəsil temperatur, təzyiq və rütubətinə görə fərqlənir. Havanın elementlərini mən orada xüsusilə qeyd etmişdim keçən dərsimizdə. Temperatur, təzyiq və rütubət. Bu da həmin havanın elementlərinin fərqliliyinə gətirib çıxardır hər iki fəndə. Yer xəritəsinə əsasən sualları cavablandırın. 20 və 60 dərəcə izoterm göstəricilərini müqayisə edin. 20 dərəcəlik yeniliklərdə orta temperatur 25-30 arasında dəyişir. Qırmızı rəngli izotermlə göstərmişdi, yəni temperatur müsbətdir, onu göstərir. 60 dərəcə yeniliklərdə temperatur 0 və -10 arasındadır və ona görə də göyük xəttindən göstərilib, çünki 0 və -dir. İzotermlərə əsasən isti-soyuq yenilikləri müəyyən edin. Xəritədə çox asan mövzudur. Sırf şəkillərə baxmaqla siz bu sualların tapşırıqlarının izahını yaza bilərsiniz. İzahat bölməsinə baxsınız, heç məsələlərin, daha doğrusu tapşırıqların izahına ehtiyac yoxdur. Dərsin izahatına baxsanız, özünüz sərbəst şəkildə yazacağınıza tam əminəm. Sadəcə biraz tənbəl şagirdlərimiz var. Hətta şübhələnirəm ki, izahat bölməsini dərhal keçirlər, ancaq tapşırıqlara baxırlar. Heç olmasa tapşırıqlara baxarkən izahlı şəkildə izləyin uşaqlar, ancaq cavablarını yazmayın. Təbii ki, siz özünüzü aldatmış olursunuz, nə müəllimi, nə başqasını. Ancaq özünüz edirsiniz həm yaxşılığı, həm pisliyi. Məsləhət görərdim ki, bir müəllim olaraq çalışın, tapşırıqlarını diqqətlə izləyin. Çünki sizin beyniniz digərlərinin beynindən inanıram ki, 2 qat daha güclüdür. Siz istəsəniz bunu alındıra bilərsiniz. Dəyərli izləyicilərim, tənbəl izləyicilərim. Və izotermlərdən danışdıq. Deməli, hər iki yarımkürədə 0 dərəcədən 60 dərəcəyə qədər temperatur isti mülayim 60-dan 90-a qədər aşağı olur. İzotermlərin illik gedişində qitə və okeanlar arasında hansı fərqləri müşahidə edirsiniz? İzotermlərin illik gedişi okean üzərində daha sabit olduğu halda qitələrin daxilində onlara yuxarı aşağı düşdüyünü görə bilirik. Bunun səbəbi okeanlarda havanın eni üzrə az dəyişkən quruda okeanlar daha mülayim olur. Okean sahilləri belə hətta hansısa bir ərazi okean sahilinə yerləşirsə, iqlimi daha mülayimdir. Su qoymur, nə çox qızsın, nə çox soysun. Amma kontinentallıq isə materiklər mərkəzində müşahidə edilir uşaqlar. Nə qədər quruya daha yaxınsasa, mərkəz hissədəsən, hər tərəf qurudan ibarətdir. O zaman kontinental olur. Yay çox isti, qış isə həddən artıq soyuq olur. Buna kontinentallıq deyilir. Ağstafa rayonunu bayaqlar hamısını qeyd elədik. Maksimum nə qədərdir, minimum nə qədərdir özünüz cədvələ baxıb görə biləcəksiniz. İyul və yanvar ayı. Təbii ki, Ağstafa rayonunda temperaturlar müşahidə edilmişdi. Orta sutkalığı da deyəndə biz onları toplayacaq və ölçmələrin sayı olan, yəni 12-yə böləcək. Hər birinizə uğurlar arzulayıram. İnşallah gələn dərsimizdə qismət olar görüşərik uşaqlar. Sağ olun.